Belə ilə dəyərli izləyicilərimiz, biz alt estəyik. Gəldik növbəti hörgüşünə. Salam aleykum. İşlər necədir? İşlər necədir sənətkar? Gəldik sənin hörgüyə baxaq. Görək necə hörgü hörürsən. Çəkişə etirazınız yoxdur ki? Çəkişə etiraz yoxdur. Bağlama verirəm. Bağlama verirsən. Çox dəyərli izləyicilərimiz, bağlama nədir? Mən izah eləməyə çalışıram. Gəlməyimizdə xəbərim var idi. Yox. Bu binanın tikdiyi divardır. Bu sənin öz divarındır. Düzdür, hördüyün divar. Və sən bunun arasında siyaska verirsən. Siyaskanın da bir dənədən bir daşlara sarsan bunun için anladım belə. Düzdürmü? Gəl bir dənə baxaq dəyərli izləyicilərimiz. Biri yerdə, biri içərisində. Biri adi, biri içərisində. Biri adi, biri içərisində. Və belə keçir içərisində. Görürsünüz dəyərli izləyicilərimiz. Bağlantıları vermişsən. Düz vermişsən sənətkar. Uyvinlər, lazerlə yoxlayacağım, 90 dərəcələr, atvers falan hamısı qaydasındadır. Dəyərli izləyicilərimiz gördüyünüz kimi şaxta və şaxtaya əlavə hörgü hörülüb. Baxın, keçib şaxtanın içərisində, biri çöldə, biri içərisində, digəri çöldə. Belə baxın bağlanır. Bu tərəfini göstərim. Çox gözəl. Simlə, məftillə, katinka ilə bağlantı verməyib. Və baxın, dəyərli izləyicilərimiz, görürsünüz, balaca bir dənə qapının kənar hissəsidir. Haradasa 10 santıdır. Düzdürmü? Bu 10 sant olar da. Bəli, 10 sant. 10 santılıqdır və baxın, bir dənədən bir salıb divarın içərisinə. Biri çöldə, biri divarın içərisində. Yəni, bax, budur. Bax, həmən budur. Ustaya heç nə demək lazım deyil. Usta artıq öz işini bilir. Biri içərdə, biri çöldə, biri içərdə, biri çöldə. Artıq bu içərdə olanlar, dəyərli izləyicilər, artıq zamoku, yəni bərkitməni təmin edir. Heç bir armatur, heç bir katinka salmaq eləmək bunu əvəz edə bilməz. Və usta, hamısının üstünə gördüyüm qədər betondan özün mü düzəltmirsən bunu? Yəni bunların hamısının özün burada palovkası yığmışsan. İçərisində armatur var? 2 dənə, 3 dənə. Bunları da üstə verəcəksən də anladığım qədər. Onları harada? Bunları sən yığmışsan? Çox dəyərli izləyicilərimiz, baxın. Apalovkasını yığıb, elə 2 dənə. Neçəli armaturdur bu? 12'lik. 16'lıq, 16'lıq oxşuyur bu. 16'lıq armatur və qoyuq belə. Bırax, narahat olma. Qoyuq belə və gördüyünüz qədər yığıb apalovkasını. Taxtadan bunu apalovkasını burada betonu yığmışsan. Burada yığmışsan. Əllərinə sağlıq usta. Gördüyünüz kimi betonlayıb, bağlayıb. Gördüyünüz kimi yenə burada bir 20 santlıq məsafə verib, amma buna baxmayaraq yenə içərdə çöldə. Yəni zamokla bağlayıb. Artıq buna nə təpi, nə heç nə maniçi yerəməyəcək. Bu divar heç bir zaman çatlamayacaq. Gördüyünüz kimi bax içərdə olanlardır. Həmən bax bu hissənin içəri keçən hissələri 1, 2, 3, bir dənədən bir. Görürsünüzmü? Bir dənədən bir. Bir dənədən bir. Bir dənədən bir keçib. Allah. Bu hörgü işinə mən hə deyirəm. Bax görüm. Bu divarı sən örmüsən mi? Bu divarı sən örmüsən? O şey, paralelliyi də yoxla. Dəyi yoxla, lazerlə mən bilim. Bir də gəl. Okey, paçkanı tutdum. Baxım. Nə qədərdir? 3.23. Baxım. Bir də gəl. 3.23. İndi gətir buralardan bir yerdən qoy. Gözlə. Hanı, hara düşür o? Hə, bura düşür. Gözlə, baxın. Baxın olar. Dəyərli izləyicilərimiz 3.23. Yəni, orada da divar paralellikləri eynidir. Burada da divarın paralelliyi eynidir. 90 dərəcə səndədir mi? Bunu ver mənə. Zəhmət olmasa 90 dərəcəni qoy. Bir dənə divarına 90 dərəcəni yoxlayayım, kifayət edir. Çox dəyərli izləyicilərimiz, baxın, bura künc olan hissədir. Yəni, otağın bax bu künc hissəsidir. Künc hissəni belə usta eləyib, bir dənədən bir, yenə də zamok effekti verib burada. Yəni, divarın içərisində keçibdir. Nə qədərdir? 89-75. Usta, sənin sağ əlin demirəm, sol əlin bir sıra iş bilməyən malyarların başına. Gördüyünüz qədər dəyərli izləyicilərimiz 90 dərəcəsində yerində. Gəl bura bir dənə. Bu divar onu hörüb. Bir dənə 90 dərəcəsini qoy görün. 89-75. Dəyərli izləyicilərimiz, hörgü üçün bu mükəmməl bir göstəricidir. Burada artıq sən betona siyaska vermişsən.
Bu betonu olan sviyaskanı hansı formada vermisən sən? Yəni nə ilə yapışdırmısan? Katinka ilə. Çünki dəyərli izləyicim, bunu zamok eləmək olmur. Və bu arasına vurduğun nədir? Arxasına vurduğum. Nə ilə yapışdırmısan? Mata ilə. Tam düz, tam doğru. Mata ilə yapışdırıb və çox dəyərli izləyicimiz katinka ilə də bağlantı verib gördüyünüz kimi. Bu katinkada bax. Verib və bütün aşağıya kimi. Katinkanı bir dənədən bir vermisən. İkiden de birden biri kombinasyonu buraya. Heç bir sıxıntı yoxdur. Mən sənin işini qəbul edirəm. Əlin qolun var olsun usta. Gözəl iş çıxartmısan, yorulmayasınız. Həm səliqəlidir, həm düzdür, dəyərli izləyicilərimiz. Baxın işin düzlüyünə. Bir günə divar hörülərmi? Necə hörülməlidir? Yarı hiç olmasa yarıya örülür, yarısı belki məldiçin, üstüne sərişdir. Dəyərli izləyicilərimiz, deməli məsələ nədən ibarətdir? Sən usta bu divarı necə hördün? Bir dəfə hörmüsən bu qədər. İki cərgə, üç cərgə, iki cərgə. Yəni 2-3 səyə qaldırmısan, gözləmirsən bir gün. Başka iş görmüşüm de, yani o bir divardan işlemişim. Bəli, sonra bir gündən sonra gəlmisən, daha 2-3 səyə buraxmısan. Yenə eləmişsən. Dəyərli izləyicilərimiz, bildiyimiz qədər hörgü hörülən divarlar 2-3 cərgə, 4 cərgə getdi, dayanmaq lazımdır. Bir gün vaxtı digər yerləri hörməlidir və bir gündən sonra gəlib davam eləməlidir. Usta, əlin qolun var olsun. Başqa fikirlə gəlmişdim. Alqışlayıram səni. Salam aleykum. Yorulmayasan.